Allahın salamı, rəhməti, bərəkəti, əff olsun hər kəsə, bizi MTV Azərbaycanda canlı izləyən hər kəsə bir daha salamlarımızı, eyni zamanda dualarımızın Allah dərgahında qəbul olunmasını Allahdan təmənna edirik. Qoy hər zaman ruhumuz Ramazan olsun, ömrü Ramazan olanın ahirəti bayram olar. Biz sizə söz vermişik, əziz televiziya tamaşaçıları, hər gün müxtəlif mövzuları əhatə edəcəyik. Bugün də Ramazandan alacaq dərslərimizdən də biri Allahın nemətlərinə şükranlıq etmək və Allahın bizə verdiyi o lütfü, Allahın bizə verdiyi o neməti tam qavrayaraq, dərk edərək, ey Rəbbim, sən məni həqiqətən insanlığın, canların və canlıların ən alisi yarattın. Sən mənə insan adım verdin. Sən mənə şuur verdin, ağıl verdin, iradə verdin, zəka verdin. Ona görə, görəsən biz layiqincə Allaha şükranlıq edə bilirikmi? Bax, ilk sualı mən belə bir sualla müraciət edirəm. Biz adətən Allahdan sağlamlıq, ruzi, uğur istəyirik. Amma özümüzə bir sual verək. Biz nə qədər şükür edirik? Şükür Ramazanın ruhudur. Səbir insanı nə qədər saxlayırsa, şükür insanı o qədər ucaldır. Belə bir deyim var. İnsanlara təşəkkür etməyən Allaha şükranlıq edə bilməz. Ona görə hər zaman dəyərli bacı və qardaşlarım, bizi izləyənlər, Allaha sonsuz şükürlər olsun ki, ya Rəbbim, bugün sən bizi görüşdürdün, bizə qulaq verən, bizə can verən, bizə həyat verən, bizi yaşadan Allahımıza sonsuz şükürlər olsun. Ona görə biz ilk öncə Allahımıza təşəkkür etməliyik. Yaşadığımız mühitə təşəkkür eləməliyik. Aldığımız bu nəfəsə şükür eləməliyik. Onun üçün də Qur'an səmavi kitab olaraq göndərildi və bizə oxu əmri ilə başladı. Oxu, ilk Hira mağarasında gələn ayə. Ya Rəbbim, mən nəyi oxuyum? İnsanlığı oxu, səmanı oxu, məmləkəti, dünyanı, bitkiləri tanı və oxu və bunun müqabilində deyir ki, qulum, oxuyandan sonra, görəndən sonra şükür et. Bunun bariz nümunəsi İbrahim surəsinin 7-ci ayəsində Allah Teala belə buyurur. Lə-in şəkərtum lə-əzidənnəkum. Əgər siz Allahın verdiyi nemətlərə şükranlıq etsəniz, Allah bol ruzi verəcək, nemətlərimizi artıracaq. Ramazan bizə nə öyrədir? Ramazan bizə acılıqla nemətin dəyərini öyrədir. Susuzluqda suyun qiymətini öyrədir. Ac qaldıqda çörəyin qiymətini öyrədir və anladır. Ramazan bizə anladır ki, siz şükür eləməlisiniz. Ramazan şükür məktəbidir, təşəkkür məktəbidir. Biz ailəmizə, sağlamlığımıza, ətrafımızda olan insanlara baxaraq, ya Rəbbim, sən məni gözəl yarattın. Çünki Allah gözəldir və gözəllikləri də Allah Teala sevir. Ona görə Allah Teala Quran-ı Kərimdə Əl-İnsan surəsinin 3-cü ayəsində belə buyurur. İnnə hədeynəhus-səbilə İmmə şakirən və immə kəfura. Biz ona haqq yolu göstərdik. İstər nemətlərimizə minnətdar olsun,
və ya əgər anlamazsa ya da nankor olsun. İki seçimin arasında qoydum bu insanları. Allah Teala buyurur, ya şükredən ya da nankor. Seçim insanındır. Ona görə hədislərdə qeyd olunur ki, şükür edən insan kasıb ola bilər, amma bədbəxt olmaz. Buna görə də Rəbbimizə sonsuz şükranlıq olsun ki, ey Rəbbim, sən bizə bütün nemətləri bəxş elədin, sən bizə can verdin, həyat verdin, bu həyatı bizə şirinliyini daddırdın. Nə verib almışdım, bu canı görək. Mən canı yaratdım, yoxsa can məni? Müftə aldığımı qaytaram gərək, bəs nədir görəsən, ağrıdan mənim. Mən heç gəlməsəydim dünyaya əgər, dünyadan bir çöp mü əskiləcəkdi? Anamın bətnində ölsəydim əgər, dünya yoxluğumu nə biləcəkdi? Allah mərhum Bəxtiyar Vahabzadəyə rəhmət etsin. Həqiqətən insanı düşündürür. Sadəcə bu şeirlər poetik dildə bizə anladır. Quran-ı Kərimin bizə öz başa düşəcək dilimizdə bizə anladır. Poetik dildə, şeiriyyat dilində. İmam Əli buyurur ki, biz Allahdan heç bir şey istəmədik. İstəmədiyimiz təqdirdə Allah bunları bizə verib. Bizə göz, burun, qaş, bütün görünən, görünməyən bu varlıqları Allah bizə verib. İstəmədən verib, istəməmişik verib. Amma Allahdan istəsəydik, gör Allah nələr verərdi. Qulum, məndən istə. Çünki şükür varı çoxaldır, ürəyi genişləndirir və insanı Allaha yaxınlaşdırır. Ona görə gəlin bu gözəl ab-ı havada Ramazanın 4-cü günündə biz şükrümüzü çoxaldaq. Hər gün bir şey öyrəndik. Ramazandan dərs aldıq. Bugünkü Ramazanın dərsi, Ramazanın bizə verəcək dərsi, qulum, Yaradana şükür elə. Nemətlərin müqabilində şükür elə. Allahı tanı. Allahı tanı ki, özünü tanıyasan. Allahı tanımasan, özünü tanıya bilmərsən. Bugün Allah bizə bunu anladır. Əgər Ramazanda bir şey öyrənəcəksə, o da budur. Şikayətini azalt, şükrünü çoxalt. Biz şikayətlənməməliyik. Bəzi insanlar var, görürəm, inanın ki, hər kəs yəqin mənimlə razılaşar. Bir balaca narahatçılıq olanda, maddi, mənəvi sıxıntılar olanda nankor, üsyan eləyir. Bəzən var dövlət əlinə gəldiyi zaman Quranın təbiricə desək, belə düşünür, gücümə görə Allah mənə bəxş eləyib. Mən zənginəm ona görə ki, mənim gücüm var, taqətim var. Allah məni sevir deyir. Bu Quranın bizə verdiyi bir öğüddür. Bəzi insanlar maddi imkanları çoxaldıqca Allah məni sevir. Amma balaca, kiçik bir ruzini onun əlindən aldığı zaman və ya onun əlindən o imtiyazları aldığı zaman Rabbi əhanən, deyəsən Allah məni unutdu. Nankor. İnsan nankor olmamalıdır. Yadınızdadır, bir neçə il bundan öncə pandemiya, dünyanın virus, bir kiçik bir virus, gözə görünməyən bir virus, insanların ruhun paramparçam elədi. Nə qədər insanlar, hətta özüm daxil, insan anlayır ki, mənim həyatım Allahın əlindədir. Mən şükür etməliyəm. Ramazan bizə öyrədir ki, ac qalacaqsan, susuz qalacaqsan, susuzların, acıların halına qalacaqsan, onların dərdlərinə şərik olacaqsan. İnsan il boyu qidalanırsa, acı hiss etməzsə, o onu bilməz. İnsan
yalnız və yalnız Ramazan boyunca bu ruhiyyədədir və ümid eləyirəm Ramazandan da sonra bu gözəl əhval-ı ruhiyyənin inşallah içində olub bu ab-ı havada inşallah həyatımızı davam etdirəcəyik. Veriliş boyu təbii ki bu mövzulara toxunacaq və bizim də hələ bəzi suallarımız var. Dünəndən qalmış bəzi suallar mənə yazıbdılar və mən bir neçə sualı imkan olsa veriliş boyu sizlərlə bölüşəcəyəm, cavablandıracağım və kanalı çevirmin. İnşallah ümid eləyirəm mənəvi bir xoş gəldin Ramazan ab-ı havasında biz çox şeyləri öyrənəcəyik. Biz Ramazanın içindəyik. Artıq Ramazanın ruhunu yaşayırıq. Allah bu ruhda bizi hər zaman tərbiyə etsin və bu ruhdan bizi ayırmasın. Hələ bu ruhiyyə demişkən bizim bugün bir əzizimiz, bir hələ doğmamız, Peyman balamız, əzizimiz bugün bizə bir ilahi oxuyacaq. Qoy bu ilahi bizim həm insanların könlündə bir ruh yaratsın, eyni zamanda bizim bir program boyunca da biz bu ruhda yaşaya bilək. Buyurun, buyurun, söz sizindir. Mən də salamlayıram sizi, xalqımızı. Ramazan ayınız mübarək olsun inşallah. Bu bərəkətli veriliş daha da inşallah bərəkətli və xeyirli olsun. Çox sağ olun. Xidmətinizdəyim inşallah. Çox sağ olun. Buyurun, söz sizindir. Buyurun. Ya Allah. Affeyle beni Allah'ım. Tövbeyle Xuda, geldim bu yola. Rəhminlə yenə baxsam bu qula. Affeyle məni Allah'ım. İmanla daha çatdır sabaha. Ver nuru mənə, koyma günaha. Affeyle məni Allah'ım. İlahi, 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 ilahi bağışla məni. İlahi, 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 ilahi bağışla məni. İlahi, 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 ilahi bağışla məni. Lütfeyle mənə, rəhmət gələnə. Üz tutdu yenə bir bəndə sənə. Affeyle məni Allah'ım. Sən şahə gəda oldum ki Xuda. Etdicə dua yüksəldi səda. Affeyle məni Allah'ım. İlahi, 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 ilahi bağışla məni. İlahi, 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 ilahi bağışla məni. İlahi, 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 ilahi bağışla məni. Bəli,
İlahi, bağışla bizi. Çox təşəkkür edirəm. Çox sağ olun. Minnətdarlığımı bildirirəm. Allah səs və nəfəs və bərəkət versin. Çox sağ olun. Həqiqətən Var olasın. duyğulandım və o qədər gözəldir. Bu düz yerinə düşdü. Düz Ramazanın içinə düşdü ki, şükrlə bağlı. Allah bu nəfəsi də, bu səsi də sizə bir nemət olaraq verib. Buna da bir şükür eləyək. Çox təşəkkür edirəm. Allah sizi var eləsin. İnşallah veriliş boyu, yəqin ki, verilişin axarına baxacaq. Sizdən inşallah yenə də çalışıb istifadə edək. Bugün özümüzə bir dənə sual verək. Bir neçə dəfə şükür, biz neçə dəfə şükür eləmişik. Yeməyimizə görə yox, aldığımız nəfəsimizə görə. Hər nəfəsin özündə bir həyat var. Əgər nəfəsini gizlətsən, oksigen qəbul etməsən, bir ölüm var. Eyni zamanda nəfəsini içəridə saxlayıb çölə buraxmırsansa, orada da bir ölüm. Yəni, gün ərzində aldığımız nəfəslərə görə bizim həyatımız dəyişir. Görəsən, aldığımız nəfəslərə görə bugün nə qədər şükür eləmişik. İnsan həqiqətən qəribə varlıqdır. Olmayan saatlarda düşünür. Bir şey ki, yoxdur. Başlayır onu düşünməyə. Amma olanda onun qədrini bilmir. Əlimizdə nə var ki, olduğumuz şeylərin də biz zaten qədrini bilmirik. İtirəndən sonra deyirik, çaşlar gec olur o zaman. Allah Taala'nın nemətlərini tanımasaq, Allah Taala nemətlərini biz dərk etməsək, şükranlıq edə bilmərik. Allah Rəsulunun belə bir hədisi var. Allah Rəsulu buyurur, şükür eləyirəm o Allaha ki, mən onu çağıranda o məni eşidir. Amma o məni çağıranda eşitmirik. Allah bizdən sadəcə iman istəyir, əməl istəyir. Qulum, dünya nemətləri çoxdur. Quran-ı Kərimdə mətaun qəlil belə bir ayə keçir. Kiçik bir ayədir. Mətaun qəlil. Nə deməkdir mətaun qəlil? Allah Teala buyurur, mən sizə az nemətlər vermişəm. Halbuki bu nemətlər zəngindir. Biz bu nemətlərin şükranlığını edə bilmərik. Az vermişəm buyurur. Amma digər ayədə buyurur ki, وَاِنْ تَعُدُّ نِعْمَةَ اللّٰهِ لَا تُحْسُهَا. Allahın sizə verdiyi nemətləri saysanız bitməz, tükənməz. Görün nə qədər bu gözlərin təşəkkürünü necə etməyək? Bu qulaqlarımızın təşəkkürünü necə etməyək? Danışan dil, sümüksüz, o necə danışır? Milyonlarla pul töksən, milyonlarla həyatını qurban versən, bir gözün işığını ala bilmərsən. Bəli, bu ilahi nemətdir. Gəlin, bu Ramazanda özümüzə bir qayıdış eləyək. Özümüzü bir təftiş eləyək, yoxlayaq. Allah məni niyə yaratdı? Mən kiməm? Mən hardan gəlmişəm və hara gedəcəyəm? Son dönüşümüz Rəbbimiz olaraq Allah buyurur, qulum, mən səndən heç nə istəmirəm. Heç bir mükafat istəmirəm. Sadəcə məni düşün. Allah Teala Quran-ı Kərimdə yüzlərlə ayədə bir ayəni deyir və sonra buyurur, aya, düşündünüzmü? Məgər ağıl sahibləri düşünmürmü? Bu suallarla bizə sual verir. Bəli, biz düşünürük, ya Rəbbim. Amma bir Ər-Rahman surəsi, çox surələrin içində bir neçə surə məşhurdur. Yəni, Yasin surəsini hər kəs bilir. İxlas, Fələq, Nası hər kəs bilir. Bir də Ər-Rahman. Ər-Rahman çox düşündürücü bir surə.
Allah Teala insanı təhlil edir, insanı varlıq olaraq buyurur ki, qulum, mən səmanı, ərşi sənin başının üstünə qaldırdım, tavan etdim, yeri döşədim, yerin üzərində bitkilər, nemətlər, canlılar sənə xidmətçindir, bizə xidmətçindir. Allah belə buyurur. Ağaclar hamısı səcdədədir. Sayrışan ulduzlar səcdədədir, yaratdıqlarım səcdədədir. Qulum, fəbi-əyyi alai Rabbikuma tukəzziban. Mənim hansı nemətlərimi sən yalan hesab edirsən? Niyə nankorluq edirik? Nə verməmişəm sənə? Bayaqlar mən boş yerə demədim. Mən heç gəlməsəydim dünyaya əgər, dünyadan bir çöp mü əskiləcəkdi, anamın bətnində ölsəydim əgər. Anamın əgər bətnində ölsəydim, kim biləcəkdi? Nədir bu şikayət, nədir bu danlaq? Bəlkə bu dünyanın borcu var sənə. Günəşin doğuşuna bircə də baxmaq dəyər bu dünyanın min möhnətinə. Ona görə şükürlərimizi çox eləyək. Amma Allah Teala Quran-ı Kərimdə Səbə surəsinin 13-cü ayəsində belə buyurur. Və qalilun min ibadiyyəş-şəkur. Bəndələrimdən nemətlərimə şükür edənlər azdır. Azdır. İnsanlar nemətləri bəzən nankor bilir. Allah Teala bizə bu neməti verib ki, hər bir nemət nəfəs alırıq, şükürlər olsun. Elhamdülillah. Bax, bir saat və bir saat yarımdan sonra, yəni bugün indi iftar vaxtını da deyəcəm, yeri gəlmişkən, artıq iftar vaxtına süfrələr hazırlanır. Bax, bilirəm bugün mənim Respublikanın hər yerində, çünki mənə zənglər olur efirdən öncə, zəng edirlər, sizə baxırıq, çox mükəmməl, həm də olsun aləmlərin Rəbbinə, Allah ölkəmizi qorusun, ölkə rəhbərimizi qorusun ki, bu şəraiti bizim üçün yaradır, açıq bir gözəl səma altında biz bu çıxışları sizlərlə bölüşə bilirik. Evlərinizdə oturmuşsunuz, masanın üzərini düzəldirsiniz, saniyə bə saniyə, dəqiqə gözləyirsiniz, ya Rabbim, iftar nə zaman olacaq? Çünki maddi nemətlər bitər. İnsan bir stəkan su içir, bir xurma yeyir, rahat olur. Ya Rabbim, bu qədər acılığa dəyərmiş. Allah Teala bizə buyurur ki, yatdın, deyinən Allah, canımı sənə əmanət edirəm. Durdun, subhanallah, elhamdülillah, əllərvə aç, dua elə. Ya Rabbim, nimətlərvə şükür. Baxıram, görürəm, hiss eləyirəm, mənə duyğusallıq verdin. Vallahi, insan biraz bu insanlığı düşünəndə baxıb görür ki, insanlıq böyük bir dəryadır. Bizi özümüzə qaytarır Ramazan. Ona görə Ramazan tək ac qalmaq deyil, ruhunu doyuzdurmaq ayıdır. Ruhunu doyuzduracaqsan, ruhumuzu doyuzduracağıq. Cisim 11 ay, bir fiziki aləm var, bir də metafizik, yəni ruh aləmi. Biz 11 ay ön plana çəkdik cismimizi, cismimiz ön planda oldu. Yemək, düşünmək, ev, maşın filan. Amma bir ay artıq o fiziki olaraq, maddi olaraq 11 ay etdiklərimi ikinci plana qoy. Ruhu qoy birinci plana, ruh birinci olsun. O zaman sənin üçün gözəl pərdələr açılacaq. Həmd qıl, ey naşükür. Həmd qıl, ey naşükür. Kim can verib Rəhman sənə? Göstərib əql-u kəramət, ad qoyub insan sənə. Quş, huş, əql idrak eləyib ehsan sənə. Yəni sənə şükür verilib, düşünmək, ayırt etmək, qərarı vermək bacarığını Allah Teala verib, sənə qulaq verdi, düşünmək verdi,
ağıl verdi, idrak eləyib ehsan sənə hədiyyə verib. Bəs nədən borc olmadı öz Rəbbinə iman sənə? Göndərib ərşidən öz elçisi ilə Qur'an sənə. Bax, qarşımızda rəhmət ayı, Qur'an ayı, Allah Teala bizə bunu verib. Şükür, təşəkkür, amma naşükürlük veriləni görməməkdir. Əgər bizdən soruşsalar ki, sizdən soruşsalar, şükrü anladıq, bəs naşükürlük nədir? Naşükürlük veriləni görməmək. Bilirsiniz, Musa Peyğəmbər haqqında Allah Teala Quranda nə buyurur? Buyurur, ey Musa, mən səni Peyğəmbər seçdim, elə isə verilənlərə şükür edənlərdən ol və sənə nə vermişəmsə ona şükranlıq et. Amma Nuh Peyğəmbər barəsində də buyurur ki, həqiqətən o çox şükür edən bir qul idi. Deməli, Quranın təbricə desək, şükür etmək Peyğəmbərlərin xüsusiyyətlərindəndir. Allah bizi məhz çoxlu şükür etməyə dəvət eləyir və Quranın insana təsiri budur ki, Allah Teala buyurur ki, qəlblər yalnız və yalnız Allahı zikr etməklə rahat olur. Nə qədər mal olsa, mülk olsa, sənə huzur verməz, sənə rahatçılıq verməz. Sənə huzur verən nədir? Sənin qəlbin, rahatçılığın, əmniyyətin, Allaha olan təslimiyyətin. Ona görə qəlblər yalnız və yalnız Allahı şükür etməklə rahatlaşır. Bir dənə, hələ bizim vaxtımıza var, yəqin ki, bir 2-3 dəqiqə bir dənə canlı səndən bir ilahi istəyirəm. Sənin mən hər zaman bu Ramazanla bağlı oxuduğu görmüşəm, amma bir dənə canlı istəyirəm bir Ramazanla bağlı. Çünki Ramazan ovqatındayıq. Ondan sonra diqqətiniz bizdə olsun. Çünki şükrün özünün mərhələləri var. Onu deyəndən sonra diqqətinizi bir ibrətamiz, gözəl bir Həzrəti İsa Peyğəmbərlə bağlı bir dastan danışacağım. Çox düşündürücü. İnşallah diqqətiniz bizdə olsun. Kanalı çevirmin və eyni zamanda da biz artıq sizlərə bunu dünən də çatdırmışdıq. Bugün bazardır. Ramazan ayının 4-ü, 21 fevral. Bugün iftar zamanı inşallah 18:38'dir Bakı vaxtı ilə. İnşallah sabahları Ramazan ayının 5'i, 23 fevral, 22 fevral, ya 23 fevral təqribən. Burada imsak vaxtı 05:59. Bir texniki səhv gedib burada. Təbii ki, buna bir düzəliş olacaq. 05:59 imsak vaxtıdır. 06:04 sübh namazının vaxtıdır. Yəni burada imsak vaxtı deyilir. Bunların arasında bir neçə dəqiqə fərq var. 3 dəqiqə, 4 dəqiqə, 5 dəqiqə, bəzən get-gedə çoxalır. İmsak nə deməkdir? O zamana qədər artıq yiyəcəksiniz, dişlərinizi fırçalayacaqsınız, niyyət eləyəcəksiniz ki, ya Rabbim, bugünkü Ramazan orucunu tuturam, Allaha xatir, qurbətən ilallah. Buyurun və inşallah söhbətimizə davam edək. Bir canlı. Can, baş üstə. Nə gözəl aydı, bizə bir paydı, tayı yox təkdi, çox mübarəkdi. Nə gözəl aydır, bizə bir paydır, tayı yox təkdi, çox mübarəkdi. Gəldi Ramazan, mübarək olsun ey can. Ramazan, Ramazan, mübarək olsun ey can. Göydən yağır rəhmət, dünya olub cənnət. Göydən yağır rəhmət, dünya olub cənnət. Gəldi Ramazan, mübarək
mübarek olsun ey can. Ramazan, Ramazan, mübarek olsun ey can. Alem olup cinan, nazil olup Kur'an. Süfre açıp bu ay, alemin Allah'ı, alemin Allah'ı. Hakka sena edey, halkı dua edey. Öz kapısını açıp mehriban Allah'ım, mehriban Allah'ım. Ne güzel aydı, bize bir paydı. Tayı yok tekdi, çok mübarekdi. Geldi Ramazan, mübarek olsun ey can. Ramazan, Ramazan, mübarek olsun ey can. Geldi Ramazan, mübarek olsun ey can. Halal olsun, halal olsun. Əhsən və bu musiqi ilə, ilahi ilə hər şeyi anlatdınız. Bəli, Quranın gəlişin, bərəkət, rəhmət. Siz elə bu ilahi ilə elə bir saat danışdınız. Təşəkkür edirəm. Çox sağ olun hacı. Və bizim də təqribən bir 15 dəqiqə civarında vaxtımız var. Çünki duaya da biz yer ayıracağıq, əziz dostlar. Amma mən şükrün 3 mərhələsini sizlərlə bölüşmək istəyirəm. Şükrün 3 mərhələsi. Birincisi, qəlbin ilə Allaha şükranlıq etmək. Qəlb. Nemətin Allahdan olduğunu hiss eləyəndə qəlbinlə ona təşəkkür eləyirsən, əlvi sinəvə qoyursan, çox təşəkkür eləyirəm Allahım, sən mənə böyük nemət verdin. Qəlbin şükrü. İkincisi, dil ilə şükür. Nədir dil ilə şükür? Elhamdülillah. Elhamdülillah, sonsuz şükürlər olsun. Danışdıran Rəbbim, görən, bizə qulaq verən, eşitmək qüdrətini verən Rəbbimə sonsuz şükürlər olsun. Üçüncüsü, əməllə olan şükürdür. Neməti doğru yolda xərcləmək, istifadə etmək. Ən ali şükür, əməli ilə şükürdür. Allah bunu bizdən qəbul edir. Allah mərhum Füzuliyə rəhmət etsin. Mərhum Füzulidə belə bir beyt var. Şükür qıl, hər nə gəlir, qəzayı haqdandır sənə. Qəm də bir nemətdir, əgər ani dərk eləyəsən. Deməli, Füzuli mərhum deyir ki, qəm özü də əgər gəlirsə, o da bir nemətdir, ona da şükranlıq edin. Bizim həyatda şükürlərimiz həm dil ilə, həm qəlb ilə, həm əməllə olmalıdır. Verən də odur, alan da odur. Şükür ki, hər halımız ondandır. Həzrəti İsa, Ruhullah, Allahla rabitədə olan bir peyğəmbər günlərin birində deyir, Rəbbim, ey Allahım, qiyamətdə qonşumu mənə göstər. Mənim qonşum kimdir, mən onu bilmək istəyirəm. Allah Teala buyurdu, ey İsa, filan bir məhəllə, filan bir ünvan, ged orada mənim sənə verdiyim söz həmən məkandadır ki, hansı ki sən qonşum qiyamətdə kimlə olacaq, həmən adamdır, tap orada və tanış ol. Həzrəti İsa gəlir Allahın əmri ilə. O yerə gəlir, çatır ki, bir köhnə, dağılmış bir xarabazarlıq bir məkan. Xarabazarlıq bir məkan. Öz-özünə deyir, ya Rəbbim, yəqin məni imtihan edirsən. Axı, burada bir insan yox. Yenə də dayanır. Allahın vədəsi haqdır. Allah yalan söyləməz. Həzrəti İsa istəyir, hərəkət eləsin, görür bir səs gəlir. Salam olsun sənə ey Allah dostu İsa. Həzrəti İsa yaxınlaşır,
təəccüb edir. Görür iki gözlər kör. Əlinin biri yox, ayaqlar yox, fəlc olub, iflic. Öz-özünə deyir, ya Rabbim, bu məni hardan tanıdı? Həzrəti İsa oturur yanında. Görür həmən adam dodaqlarının altında zümzümə edir, zikr edir, şükr edir. Həzrəti İsa buyurur, ey dostum, sən nə deyirsən? Dedi, Allaha həmdü sənə ayıdıram. Həzrəti İsa buyurur, nə günü və həmdü sənə ayıdırsan? Axı gözlərin yox, əlin yox, ayaqların yox. Hansı günü və şükranlıq edirsən? Görün, nə gözəl bir söz deyir. Ey İsa, Allahın dostu, mənə Allah iki böyük nemət verib, iki. Biri mənə zikr eləyən dil verib, ikincisi şükr eləyən qəlb verib. Baxın, bəzən bizim bütün bədən üzvlərimiz hamısı yerindədir, amma yenə də deyirik, nəsə çatmır, nəsə alınmır, nəsə alınmır. Musa Peyğəmbər dedi ki, ilahi, mənə yaxınsansa səninlə gizli danışım, yox, əgər uzaqdasansa uca səslə danışım. Allah Teala buyurdu, ey Musa İmran oğlu, bəndən məni zikr edərkən onun yanındayam, məni çağırarkən onu eşidirəm. Harda olursunuzsa olun, Allah eşidən, görən və biləndir. Bunu Bəqərə surəsində Allah Teala kiçik bir ayədə fəzkuruni əzkurkum, məni xatırlayın, mən də sizi xatırlayım. Mənə şükür edin, mən də sizə şükranlığımın müqabilində hədiyyələr verim. Əlbəttə, zikir ən böyük dua zikirdir və Allaha şükranlıqdır. Bugün təbii ki, bir neçə dəqiqə ərzində Allahın nemətlərini biz bu veriliş boyunca mümkün deyil ehtiva edək. Yəqin ki, növbəti verilişlərdə də biz bunun davamı olaraq deyərik, amma bugün duanın zamanıdır. Artıq duaya yetişdik və mən özüm də bilmirəm necə gəldik, çatdıq artıq bu zamana. O qədər sürətlə davam edir. Həmd olsun aləmlərin Rəbbinə və mən ümid eləyirəm, mənə baxan hər bir insanın duasındayıq və biz də sizlərə dua edirik. İftar zamanında bütün ümmətlərə dua edirik. Ey Rəbbim, ey Allahım, ey qüdrəti geniş olan Allahım, mərhəməti sonsuz olan Rəbbim, İlahi, özün Quranda buyurmusan, hər kim məni çağırsa duaların qəbul edərəm. Bugün də qapına gəldik. Bugün də acizanə səndən istəyirik, ya Rəbbim, günlərimizi xoş, ömrümüzü bərəkətli, ruzimizi bol, həyatımızı sağlam elə, ya Rəbbim. Ey mənim sahibim, ey mənim Rəbbim. Ömrümün sonuna dək başıma gələcək gizli və aşkar hadisələrin hamısı sənin təqdirinə bağlıdır. Qazanacaq və itirəcəyim, xeyrim və ziyanım sənin əlindədir. Başqasının yox. İlahi, ehtiyaclarımı sən qarşılamasan kim qarşılayacaq? Əlimdən tutmasan kim tutacaq? İlahi, bizi bağışlamağın təəccüblü deyil. Axı bağışlamaqda səndən üstünü kimsə yox, bir varlıq yox. Eyblərimizi ört, ya Rəbbim. İlahi, qiyamət günündə şahidlər qarşısında bizi utandırma, ya Rəbbim. Allahım, dualarımızı cavabsız qoyma, gözləntilərimizi boşa çıxartma,
ümidlərimizi kəsmə ya Rəbbim. İlahi, bizlərə xeyr və bərəkət əta elə. Ramazan ayı bərəkətli ay, bağışlanma əfv ayıdır. Əfv ayı və xatir bizim bilərəkdən, bilməyərəkdən etdiyimiz xətaları, günahları, üsyanları, nisyanları əfv et ey aləmlərin Rəbbi. İlahi, ölkəmizi qoru, dövlətimizi qoru, dövlətçiliyimizi qoru, ölkə rəhbərimizi qoru, yerin göyün bəlalarından, sıxıntılarından, fəsadlardan, pis gözdən, sehir cadudan qoru ya Rəbbim. İlahi, xəstələr bizdən dua istəyib. Biz möhtacıq, sən yaradansan, sən mərhəmətlisən, şah damardan bizə yaxınsan. Ey Allahım, xəstələrimiz var, yaralılarımız var, dərdlilərimiz var. Dərdlilərin dərmanı sənin əlindədir. Əgər sən ol desən olar, xəstəliklərimizə, dərdlərimizə müalicə et ya Rəbbim. Qazilərimizə kömək et ya Rəbbim. Şəhidlərimizin ruhların şad elə. Bu Qur'an ayında övladlarımızı, Azərbaycanımızı, gələcək nəslimizi pak və sağlam elə. Başımızın üzərində ucalan üç rəyli bayrağımızı, Azərbaycan bayrağımızı dünya bayraqlarının içində uca et ya Rəbbim. Minarələrdən azan səsləri gəlir. Rəbbim, o minarələrdən azan səslərini kəsmə. Övladı olmayanlara övlad əta elə. Borcu olanların borcların əta elə. Sıxıntılardan, çətinliklərdən mühafizə elə ya Rəbbim. İlahi, ata-anamızın ruhlarını şad elə. Ya Rəbbim, son Ramazandan qərar vermə. İlahi, sənə and verirəm Cəlalının xatirinə. O yaxşılıq edən insanlar ki, onlar istəyirlər, yaxşılıq eləyərlər. Çünki yaxşılıq Allah sənin simalarından və sənin adlarındandır. Çünki yaxşılıq eləyən Allahın dostlarındandır. Onların imkanlarını, maddi və mənəvi ruzilərin bol elə. Ağlımızı əlimizdən alma. Ya Rəbbim, Ya Rəbbim, Ya Rəbbim. Amin, amin, amin ya Rəbbəl aləmin. Allah hər kəsin duasını qəbul etsin bizlərlə bir yerdə. İnşallah sabah yenə də eyni saatda, eyni məkanda sizlərlə görüşmək ümidi ilə. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh. Allahın amanında.